Mənim fikrim budur. Tezliklə, şəxsən tezliklə Volski komitəsi tamamilə ləğv olunsun. Azərbaycanın Qarabağdakı olan səlahiyyəti özünə qaytarılsın, Azərbaycan rəhbərinin və tamamilə heç bir, bütün demək olar ki, orada olan hərbi hissə çıxarılsın. Azərbaycan xalqı bacarır, mən inanıram, Azərbaycan rəhbəri bacarır ki, həm erməni xalqının mənafeyini müdafiə edə bilər, həm Azərbaycan xalqı. Bax, mənim fikrim budur. Azərbaycan xalqının haqqını nə dərəcədə Dağlıq Qarabağda tapdalayırlar. Bu bizə məlumdur. Vəli bizim xaricdə və yaxud da SSR-nin digər respublikalarında təbliğatımız çox zəif olduğuna görə bizim səsimizi digər respublikalarda çox pis eşidirlər və yaxud da heç eşitmirlər. Hələ xalq düşmanı olaraq gezmişəm, vətəni müdafiə etməyəcəm. Çox gec qeydmişəm, 46-cı ildə qeydmişəm. Bir şey mənim xoşuma gəlir ki, aşkarlıq dövrüdür. Bu saat hal-hazırda mən bunu deyirəm, fikrimə sallam ki, 37-38-ci ildə bunlar desəm, gecə ilə mən evdən apardı. Olanlarım həqiqəti tələb edir, həqiqət həmişə qalib gələcək, ancaq səbirlə xuliqanlıq arada olmasın.